Salam, hörmətli izləyicilərimiz, xoş gördüm sizləri. Bugün Masazır qəsəbəsində əsas prospekt yolunun üzərində yerləşən 4 mərtəbəli binanın 2-ci mərtəbəsində qəşəng, gözəl, super bir mənzilimizi sizə təqdim edirəm. Mənzilimiz 74 kvadrat, qazlı binadır. Qanuni 2 otaqlıdır, tam əşyalı vəziyyətdə satılır. Qiymət 99.000 manata. Çox gözəl, dəyərli qiymətdir, ucuz qiymətə. Qanuni 2 otaqdır, bütün pəncərələr, otaqlarda pəncərə var. Bu gördüyünüz hissə isə salon hissəmizdir. Alıb kiraya da vermək olar rahatlıqla. Binada qaz var, bütün gördüyünüz əşyalar evin içində qalacaq. Bu kombi xətt, bu balkonudur. Kombi xəttini də sizlər üçün göstərim. Hazır işlək vəziyyətdə olan kombi. Evimizin salon hissəsi. Bu giriş hissəmizdir, hörmətli izləyicilərimiz. Evin qapısı, evimiz bütün 74 kvadratın 74 kvadratı da döşəmədən isitmədir. Bu bir yataq otağımız. Qanuni 2 otaq yerində qalıb. Haradasa 16 kvadratdan çox yataq otağının sahəsi mövcuddur. Hər bir otağa pəncərə də var. Kombi xəttimizdə həm radiator, həm isti döşəmədən istifadə olunur. Kafel metal olan yerləri isti, laminatın altı da istidir. Əşyalar da yenidir. Alıb 350-400 manata kiraya bu evi vermək olar. Hazır, təmirli, hər bir şəraiti olan mənzil. Mətbəx, salon, yataq otağı, sanitar qovşaq holdan ibarətdir. Bu 14 kvadratlıq mətbəx hissəmiz. Görürsünüz, hər bir şəraiti var. Mideya, paltaryan, tavuk, soyuducu, burada stol qoymaq üçün yerlərimiz də var. Mətbəx möbeli də gözəl, sənədləri qaydasındadır. Çox gözəl bir ev. Qanuni 2 otaq yerində qalıb, yenicə təmir olunub. Bu da sanitar qovşaq hissəmiz. Sanitar qovşaq hissədə də döşəmə, yerdən isitmə, hər bir şəraiti olan evimiz 74 kvadrat. 4 mərtəbəli binanın 2-ci mərtəbəsi qanuni, 2-ci mərtəbəsi ideal mərtəbə, qanuni 2 otaq 74 kvadrat mənzil 99.900 manata satışa çıxıb. Real müştəri olsa təbii ki, yeni də indirim olunacaq. Hörmətli izləyicilərimiz, sənədlər qaydasında ev gözəl, hər bir şərait olan tam əşyalı vəziyyətdə satılır. Qiymət 99.900 manat. Real müştəri olsa qiymətdə indirim olunacaq. Çox gözəl bir yerdə yerləşir. Masazır qəsəbəsində əsas